Abortdan sonra nələrə diqqət edilməlidir? İstər medikamentos, yəni dərmanla, istər mini abort, yəni vakuumla, istər cərrahi abortdan sonra bu sadaladıqlarıma mütləq qaydada diqqət eləməlisiniz. İlk öncə abortdan sonraki ilk 3 həftə ərzində cinsi pəhrizi məsləhət görürük. Çünki cinsi əlaqə zamanı uşaqlıq boynu açıq olduğu üçün infeksiyaların düşmə ehtimalı daha çoxdur. Abortdan sonra özünüzü soyuqlamadan, fiziki ağırlıqdan, gərgin iş rejimindən ən azı bir həftə uzaq tutmağınız məsləhətdir. Abort sonraki həkiminizin sizə verdiyi təyinatı vaxtında etməyiniz sizi abortdan sonraki endometritin və yaxud da ooforitin və digər iltihabi proseslərin qarşısını alınmağa kömək edir. Abortdan sonraki ilk 2 həftə ərzində baseyndə, vannada çimməyiniz məsləhət deyil. Duşun altında çimsəniz daha yaxşı olar. Abortdan sonra xarici cinsiyyət üzvlərinin gigiyenasında əziz xanımlarımız mütləq qaydada unutmayın. Və bir də qeyd edim ki, abortdan sonraki növbəti menstruasiya müddəti 50 gündən gec olmamalıdır. Əgər bu müddət də uzanırsa, o zaman dərhal öz ginekoloqunuza müraciət etmənizi məsləhət görürəm.